Suverenlik bir xalqın, bir millətin səsinin, ruhunun və iradəsinin öz sərhədləri üzərindəki azad hakimiyyətidir. Və çox böyük sevinclə deməliyik ki, Azərbaycan xalqı artıq 2 ildir ki, antiterror əməliyyatlarından sonra öz suverenliyini bərpa eləyib və qeyd edir. Bu ildə suverenlik ilidir və konstitusiya ilidir. Suverenlik bir xalqa çox böyük bir nemətdir. Konstitusiya bir xalqın yol xəritəsidir. Mənə elə gəlir ki, konstitusiya danışanda xalqın nümayəndələri, millətin nümayəndələri başa düşməlidirlər ki, burada onların gələcəyə baxışı öz əksini tapıb və konstitusiya ilə biz hüquq və azadlıqlarımızı qoruyuruq. Konstitusiya ilə biz öz iqtisadi və siyasi fəaliyyətimizi bərpa etmiş və eyni zamanda təmin etmiş oluruq. Konstitusiya ilə biz gələcəyə baxa, gələcək nəsillərimizin inkişafı və tərəqqisi haqqında düşünə bilirik. Mənim bir vətəndaş cəmiyyəti nümayəndəsi olaraq deyə biləcəyim ən vacib söz odur ki, bu illər ərzində mənim təmsil elədiyim vətəndaş cəmiyyəti sektoru da öz vacib addımlarını atıb və bu illər ərzində onlar minlərlə uğurlu və faydalı, cəmiyyət üçün xeyri olan layihələri icra ediblər.